Hər vaxtınız xeyirli olsun. Bugün biz payız və qış aylarında uşaqlar tez-tez xəstələnir. Qrip görüntüsü, bir viral infeksiya görüntüsü müşahidə olunur. Onların qarşısını necə almaq lazımdır? Altda yatan səbəblər nədir? Onlar haqqında qısa bir məlumat verəcəyəm. Hansı uşaqlar ki, havalar soyuduqca tez-tez xəstələnmə halları, bir qrip görüntüsü, öskürək halları baş verirsə, ilk olaraq bu uşaqlarda biz inkar edəcəyimiz məsələ burun boğazın bir artıq əti, adenotonzilitin olmasıdır. İkinci, nəfəs allergiyasının olub-olmamasını inkar etməliyik. Üçüncü, bu müayinələr fonunda uşaqlarda əgər hər şey normaldırsa, o zaman bunlar tez-tez xəstələnən uşaqlar qrupuna aid edərək, bu uşaqlara mövsümi qrip peyvəndi edərək viruslara qarşı bədən müqavimətini artırıb tez-tez xəstələnmənin qarşısını ala bilərik. Həmçinin hansı uşaqlarda ki, anemiyası var, D vitamini azlığı var, hansı uşaqlar ki, orqanik qidalar, tutaq ki, meyvə və tərəvəzlər bol-bol almırlar, meyvə şirəsi almırlar, bu uşaqlarda da tez-tez xəstələnmə halları müşahidə oluna bilir. Həmçinin də uşaqlarda yuxu rejiminin düzgün olmaması, gecə yuxusunun düzgün tutulmaması uşaqlarda tez-tez xəstələnməyə, immunitetin azalmasına gətirib çıxara bilir. O baxımdan da bu məsələləri araşdıraraq düzgün qərar qəbul etmək çox faydalıdır.